Salam hörmətli müəllimlər, xoş gördük hər birinizi. Bugündən etibarən hər bazar günü sertifikasiya hazırlaşan müəllimlərə dəstək məqsədi ilə test izahları paylaşmağa çalışacağıq. Vaxt itirmədən keçək test izahlarımıza. Test izahlarımız əsasən sertifikasiya səviyyəsində olan testlərlə bağlı olacaq. Uyğunluğu müəyyən etməyimizi istəyir. Burada iqtisadi rayonlar verilir və onlara aid olan xüsusiyyətlər. Deyir, Dağlıq Şirvan filiz faydalı qazıntılara rast gəlinməsə də, yanar faydalı qazıntı yataqlarına rast gəlinir. Bəli, biz Qobustanda və İsmayıllıda yanar şist ehtiyatlarının olduğunu bilirik. Şərqi Zəngəzur əkinçiliyi yalnız dəmiyə şəraitində mümkündür fikri səhvdir. Zəngilan və Cəbrayıl inzibati rayonları ərazisində yarımsəhra quru çöl iqlimi var. Qışı mülayim keçən yarımsəhra quru çöl və burada da suvarma şəraitində əkinçilik mümkündür və aparılır. Şəki-Zaqatala akvakultur təsərrüfat sahəsi mövcuddur. Bəli, burada Qəbələ rayonunda alabalıq yetişdirmə müəssisəsi fəaliyyət göstərir. Ona görə bu doğrudur. Yəni, dəniz canlılarının süni fermalarda saxlanması akvakultur təsərrüfata aiddir. Milmuğan su qovşağı yerləşir ifadəsi yanlışdır. Milmuğan su qovşağı Füzuli inzibati rayonunda, yəni Qarabağ iqtisadi rayonuna aiddir. Abşeron əhalisinin sayı 1 milyon nəfərdən çoxdur fikri yanlışdır. 1 milyon nəfərdən çox olan əhali ancaq Bakı iqtisadi rayonundadır. Doğru cavabımız 1-ci və 3-cü, yəni D bəndir. Növbəti sualımıza keçək. Deyir, ən uzun paralellə, yəni ekvator xətti çəkirik. Qütb ulduzunun 40 dərəcə bucaq altında göründüyü enlik arasında. Bu enlik hansıdır? Təbii ki, 40-cı paraleldir. Biz bilirik ki, qütb ulduzu şimal yarımkürəsində görsənir və hər paraleldə, hər enlikdə onun dərəcə qiyməti qədər görsənir. Və bu məntəqələr arasında biz iki cür məsafəni hesablaya bilərik. Birinci, bunlar arasında 40 dərəcə fərqin olduğunu bilirik və istiqamət meridianal istiqamətində olduğuna görə vururuq 1 dərəcəlik meridian qövsünün uzunluğuna. Bu ilə 4444 kilometr. Və deyir ki, bu məntəqə arasındakı məsafə miqyası 5 dənə sıfır siləndə qalıb 220 olan xəritədə 20 sm təsvir edilir. Bunu da vuranda 4400 edər. Və iki cür məsafə tapdıq. Bu məsafələr arasındakı qalan fərq təhrifdir. Yəni 4444-dən çıxaram 4400-ü eləyər 44 kilometr. Yəni təhrifimiz 44 kilometrdir. A bəndi doğru bənddir. Növbəti sualımıza baxaq. Doğru olan sıraları seçməyimizi istəyir. İstiqraz və səhm investisiya vasitəsi ola bilər. Bəli, bunlar investisiya vasitələridir. Belçika və Danimarka mütləq monarxiya ölkəsidir. Xeyr, bunlar konstitusiyalı monarxiya ölkələridir. Tullantıların utilizasiyasının ən optimal variantı təkrar emaldır. Bu da doğru ifadədir. Küraraz və Turan ovalıqları cavan platformaya aiddir. Küraraz ovalığı sinklinal sahədir. Geosinklinalda əyilən sahə, bu da sinklinal sahə adlanır. Yəni, Küraraz cavan platforma deyil. Amma Turan cavan platformadır. Ona görə bu ifadə yanlış. Şirvan düzənliyi Nil düzündən cənubda yerləşir ifadəsi yanlışdır. Bilirik ki, Şirvan düzü Kür çayının şimalında, Nil isə cənubunda yerləşir. Demoqrafik keçidin 4-cü mərhələsi inkişaf etmiş ölkələrin əksəriyyəti üçün xarakterikdir. Bu da doğru ifadədir. Burada doğum da az olur, ölüm də az olur. Sualımızın doğru cavabı, doğru sıraları seçməyimizi istəyir. 1, 3 və 6. Yəni B variantı doğru variantdır. Növbəti sualımız irriqasiya əkinçiliyin inkişaf etdiyi torpaq tiplərini seçin. İrriqasiya bildiyiniz kimi suvarmadır. Suvarma əkinçiliyidir. Suvarma əkinçiliyi də əsasən boz çəmən və boz qonur torpaqlarda aparılır. 2, 4, 6 doğru cavabdır. Qara torpaqlarda dəmiyə şəraitidir. Qara və qonur torpaqlarda dəmiyə əkinçiliyi inkişaf etdirilir. Xəritə sxemdə 2 rəqəmi ilə qeyd edilən iqlim yarımtipi hansıdır? 2 rəqəmi ilə yarımtip göstərir Kiçik Qafqazın cənub-şərqi, Böyük Qafqazın cənub-şərqi, Lənkəran ovalığı və Talış dağları. Təbii ki, bu yayı quraq keçən mülayim isti iqlimdir. Y variantı doğru variantdır. Növbəti sualımız uyğunluğu müəyyən edin. Böyük Qafqaz vilayəti və onun tərkibində olan
fiziki coğrafi rayonlar verilib və Şıx Suraxanı mineral bulağıdır. Şıx Suraxanı mineral bulağı Abşerona aiddir. Xaltan xaşı Qonaq kəndə aiddir. Abşeron Qobustan deyə bilincə. Bum Xalxal Zakatala Lahaca aiddir. Suxurdyurt Bədo Dağlıq Şirvana aiddir. Və Siyezen neft yatağı təbii ki Samur Dəbəçiyə aiddir. Doğru cavab 1-ə A, 2-yə Y, 3-ə deməli 3-ə B, 4-də C, 5-ə D. Yəni Y variantı doğru variantdır. Növbəti sual ölkələr və onlara aid olan xüsusiyyətlər verilib. Biz doğru sıraları seçməliyik. Misir, Paleozoy yaşlı dağlara rast gəlinir fikri Misir üçün yanlışdır. Afrikada Paleozoy yaşlı dağlar ekvatordan cənubda Kap və Əjdaha dağları hesab edilir. Qazaxıstan iki qitədə bir materikdə yerləşir. Bəli, Avropa və Asiya qitəsində yerləşir, Avrasiya materikində. Ural dağlarından qərbdə qalan, Ural çayından daha doğrusu qərbdə qalan hissə Avropaya aiddir. Fransa sahilləri iki okean suları ilə yuyulur fikri yanlışdır. Braziliya əhalisi İndo-Avropa dil ailəsinə mənsubdur. Bəli, Roman qrupu üstünlük təşkil edir. Qırğızstan düzənlik relief üstünlük təşkil edir fikri yanlışdır. Qırğızstan ərazisinin 90%, demək olar ki 95% 1000 metrdən yuxarıdadır. Birləşmiş Ərəb Əmirliyi tropik xətti ilə kəsişir, doğru fikirdir. Doğru sıraları müəyyən etməyimizi istədiyinə görə 2-ci, 4-cü və 6-cı variantları seçəcək. Doğru cavab A bəndi. Növbəti Venn diaqramı verilib. Üçlü Venn diaqramdır. Rusiya, Çin və ABŞ. Federativ ərazi quruluşuna malik olan təbii ki ABŞ və Rusiyadır. 4-də A. Mezozoy yaşlı dağlara rast gəlinir. Həm ABŞ-da qayalı dağlar, Rusiyada Verxoyanski, Çerski, Suxoti, Alin, Çində isə Kunlun və Tibetin bir hissəsi düşür. Ona görə bura hamısına aiddir, B deyirik. Subtropik iqlimin musson tipi müşahidə edilir. Bu Çin və ABŞ-a aiddir. Rusiyada subtropik iqlimin mussonu yoxdur. İnkişaf etməkdə olan ölkələr qrupuna daxildir. Bəli, bu Çinlə Rusiyaya aiddir. Doğru cavab 1-ə D, 2-yə C, 3-ə B, 4-ə isə A variantı olacaq. Yəni A variantı doğru variantdır. Xəritə sxemdə xüsusi rənglə verilən fiziki coğrafi rayon üçün oxşar xüsusiyyətləri seçməyimizi istəyir. Burada Samur Dəvəçi və Qanıq Əyriçay fiziki coğrafi rayonları verilir və bunlara oxşar xüsusiyyətləri soruşur. Böyük Qafqaz vilayətinin tərkibinə daxildir. Qanıq Əyriçay Böyük Qafqaz vilayətinin tərkibinə daxil deyil. Yanlışdır. Düzən meşə landşaftına rast gəlinir. Hər ikisi üçün düzgündür. Qışı qıraq keçən mülayim isti iqlim yayılmışdır. Samur Dəvəçi ovalığında qışı mülayim keçən yarımsəhra quru çöldür. Qanıq Əyriçayda isə qışı qıraq keçən mülayim isti iqlimdə oxşar deyil. Gətirmə konuslarına geniş rast gəlinir. Doğrudur. Arid deliminasiyon relyef formaları üstünlük təşkil edir. Yanlış fikirdir. Sualımızın doğru cavabı 2 və 4-cü sıralardır. Yəni C variantı. Belə, bugünlük izahlarımız bura qədər. İzlədiyinizə görə təşəkkür edirik. Kanalımıza abunə olub videonu bəyənməyi və şərh yazmağı unutmayın. Unutmayın ki, sizin şərhləriniz və rəyləriniz, kanala abunə olmağınız bu videoları intensivləşdirə bilər. Sağ olun.